Təsəvvür eləyin, kənd yeri, gəlin xaylağı, teatr institutu, uşaq beşikdə gəlin artist olacaq. Mən gündə səhər 8-də avtobusda otururam, gedirəm rayon mərkəzinə, xalq cəbhəsi gəldi hakimiyyətə. Elə birinci məni işdən çıxartdılar. Mənim yaralı yerim bu dəqiqə oğlanların mədəniyyətə gəlməməsidir. Gənclər özlərini yaxşı aparmırlar. Qızları etibar eləyirdilər bizə. İndi də mənə etibar eləyirlər. Məndən sonra nə olacaq? Bacarıqlı, bu işi sevən yoxdur elə bir adam. Ərazidən də gördüyünüz kimi biz Bakıda deyilik. Bəli, Miraz Cənub bölgəsindədir. Kanala abunə olmayanlar abunə olmağı, videolarımızı bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Əgər Miraz YouTube kanalına maddi dəstək olmaq istəsəniz, gördüyünüz bu Patreon linkına daxil olub bizə iyanə edə bilərsiniz. Mirasa tərəfdaşımız olan Tahirzadə brendinin təqdimatında baxırsınız. Xoş izləmələr. Bu hekayə dəyərini min illərdən gələn mirasdan alır. Deməli, bizim muzeyin ekspozisiyası kakalo sözünün mənası ilə başlayır. K, talış dilində ev, los, yığım deməkdir. Mən bilirsiniz ki, Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişəm, amma qiyabi oxumuşam. Ondan əvvəl isə orta məktəbi bitirən kimi mən Bakıda Əbilov adına Mədəniyyət Sarayında çertyoşçu modeler sənətinə yiyələnmişəm 2 il. Sonra ailə qurmuşam. Kəndə gələn kimi, dərzi kimi gəlmişəm. Bütün gəlinlərin, qızların paltarlarını mən tikmişəm sifarişlə. Elə olub ki, elçi düşüb, ailə qurmuşuq. Mənim bir qızım, həmin indi gördüyünüz qızım, 1 yaşı olmamışdı hələ. Yoldaşım məni Bakıya apardı. Həmin İncəsənət, onda Mirzağa Əliyev adına Azərbaycan Dövlət İnstitutu deyərdilər. Mənim sənədlərimi ora verdi və imtahanlar başladı. İmtahanlar qurtaranda demək, elə bir orada hadisə baş verdi, maraqlıdırsa deyə bilərəm. Demək, bilirsiniz ki, həmin teatr institutu, indi institutda onun həyəti yoxdur, ancaq səkidir. Demək, orada axırıncı imtahandan keçmişik, yazılı inşa imtahanından keçmişik. İndi bütün valideynlər toplaşıb ora, mənim yoldaşım da eyni zamanda orada. Yuxarıdan reproduktordan qəbul olunanların siyahısı oxunur. Gəldi, çatdı Ş hərfinə, Şabanova Fərbiyə Həsən qızı. Mənim yoldaşım, bağışlayın məni, üzr istəyirəm, mənim belimdən tutub, başladı məni fırlatmağa. Mən də deyirəm, sən Allah, ayıbdır, düşür məni, belə eləmə. Çox mənim üçün ağır keçdi. Təsəvvür eləyin ki, gəlin xaylağı, teatr institutu, indi incəsənətdir də. Gəlin artist olacaq. Mənim üçün çox çətin keçdi, amma yoldaşım hər işdə mənə kömək elədi, dayaq oldu. Darıxma, hər şey düzələcək, hər şey qaydaya düşəcək və belə mənə yaxından kömək elədi və mən unutdum o günləri. Bu çətinlikləri unutdum. Məni verdilər Balaca Şağac kəndinə, demək, qiyabəçi tələbə olduğuma görə, pioner başdaslar rəhbəri. Mən orada 7 il işlədim, qiyabiyə gedirdim. Hər dəfə sesiyaya gedəndə nə öyrənirdim? Bizə məktəbin, demək, Rıza Təhmasib, Müxlis Cənizadə, sonra Mehdi Məmmədov, Zəfər Neymətov, bu müəllimlər dərs deyirdilər. Amma bizim rejissor müəllimimiz Əmanullah Rasulov idi. Allah rəhmət eləsin. İndi yəqin o birilər də rəhmətə gedən də var, yaşayan da var. Nə keçirdim orada? Gəlirdim həmin məktəbdə ki, işləmirəm, Balaca Şağac kənd 8 illik məktəbində pioner başdaslar rəhbəri, orada tətbiq eləyirdim. Mənim oradakı şagirdlərimdən biri
Şakir Yaqubov, bəlkə də eşitmisiniz, yazıcı, publisist, demək, çoxlu qəzet və jurnalların redaktorları işləyib, redaktor müavinləri işləyib və ilaxır onun bu muzeydə güşəsi var. Yəni 2 ildir biz o güşəni burada yaratmışıq. Mənim ilk pionerlərimdən biridir. Demək, o sonra məni, demək, kiçik oğlum anadan oldu. Mən gərək, o vaxt elə idi ki, anaya 2 ay əvvəl, uşaqdan əvvəl vaxt verirdilər, 2 ay sonra verirdilər. 2 ay sonra bitəndən sonra mən getdim, əmrimi alım ki, yenə qayıdım da öz iş yerimə. Mənim əmrimi Balaca Şağacı məktəbinə yox, rayon pionerlər evinin direktoru verdilər. İndi təsəvvür eləyin, kənd yeri, uşaq beşikdə, mən gündə səhər 8-də avtobusda otururam, gedirəm rayon mərkəzinə, axşam saat 5-də işdən çıxıram, 6-da evə çatıram. Düzdür, qaynanam, Allah rəhmət eləsin, Nəcibə nənə, 7 baldızım olub, baldızlardan indi ailə quranları var idi, evdə qalanlar baxırdılar, amma mən inciyirdim. Tam 2 il orada işləyəndən sonra mən məsələ qaldırdım, ərizə ilə müraciət elədim, lazım olan təşkilatlara ki, mən çox inciyirəm, xahiş edirəm, məni rahat buraxın da, azad eləyin. Məni, demək, azad elədilər, bizim kənddə Kakalos Cəfər Cabbarlı adına orta məktəbin direktoru rəhmətlik Rəfi Məmmədov. Allah rəhmət eləsin. O da vitse-prezident vardır, Xalid Məmmədov. İndi təqaüddədir. O da mənim şagirdim olub. Onun atası idi Rəfi Məmmədov. Çox gözəl məktəb direktoru idi. Düzdür, sənəti ədəbiyyat müəllimi idi. Amma mədəniyyətə, incəsənətə böyük qiymət verirdi. Məni tez məktəbinə tərbiyə işləri üzrə təşkilatçı götürdü. Mən axı pedaqoq deyildim. Pedaqoq məktəbi oxumamışdım, müəllim deyildim. Sadəcə İncəsənət İnstitutunda oxuyanda pedaqogikadan biz dərs keçərdik. O mənim dadıma çatdı. Mən çoxlu mütaliə eləyərdim də. Mən başladım orada işləməyə. Oldu 83-cü il. 83-cü ildə bizim kəndimizdə yeni məktəb binası tikildi. Müasir dövrdə, indi də yaxındır bura. Tikildi və məktəbimiz 2 hissəyə bölündü də. Rəfi Məmmədov bu təzə məktəbə, köhnə məktəbdə öz fəaliyyətini davam etdirdi. Gəldik bura. Mən bura gələn kimi məsələ qaldırdım. Yəni, hansı layihəni mən işləyirdim. Aparıb qoyurdum direktorun qarşısında. Direktor onu əvvəl özü tanış olurdu, sonra müəllimləri yığırdı. Müəllimlərə tapşırıq verirdi. Axırda yarı zarafat, yarı gerçək. Deyirdi müəllimə, kimsənin sözünə baxmadı, mənə deyərsən. Beləliklə, biz məktəbdə fəaliyyətə başladım. Məktəbdə 3 muzey yaratmaq fikrinə düşdüm. Həmin muzeylərdən biri o vaxt Dəbdə olan Lenin muzeyi idi. İkincisi Xalqlar Dostluğu muzeyi idi. Üçüncüsü Tarix-Diyarşünaslıq muzeyi idi. O Xalqlar Dostluğu muzeyində hər sinif bir respublikanı ifadə edirdi. Həmin muzeydə hər sinif öz köşəsini yaradırdı. Həmin respublikanın bayrağını, gerbini və ilaxır. Həmin Tarix-Diyarşünaslıq muzeyində isə cəmi 200 ədəd eksponat var idi. Eksponatların da əsasını təşkil edirdi. Bir vaxtlar mənim ana babam, Molla İsaq sonra deyirdilər, o demək İranın Xorasan şəhərində ruhani təhsili almağa gedib, oradan qayıdıb gəlib, evləndiriblər onu. Mənim anam anadan olub. Sonra kənddə taun vaba xəstəliyi düşüb, 23 nəfəri bir gündə gedib dəfn eləyib, özü gəlib onu titrəmə tutub vəfat eləyib. Mənim anam qalıb 3 yaşında. Onun beşikidir orada. Həmin beşikdir. Xorasandan gətirdiyi beşik. O beşikdə mənim anam da böyüyüb.
Mən də o beşikdə böyümüşəm. Mənim böyük bacım Fatma Həsən qızı, hansı ki yazıcı, publisist, uşaq dramaturqu, Allah rəhmət eləsin. O da o beşikdə böyüyüb, qardaşımın uşaqları da həmin beşikdə böyüyüb. Beşik indi muzeydədir. Demək, bu mədəniyyət evi, deməmişəm, 75-ci ildə istifadəyə verilib. İstifadəyə veriləndə məni məktəbdən çağırıb, dedilər ki, səni ora direktor təyin edirik. Dedim, xeyr, mən getməyəcəm. Mən elə məktəbdə başlamışam, bu işimi burada davam eləyə bilərəm. Başqa adamlar gəlib işə başladılar. Sonra orada yaratdığım muzeyləri Çingiz Fərəcov, bəlkə eşitmisiniz, Allah rəhmət eləsin, o raykom katibi idi. Həmin muzeylərin açılışına Çingiz Fərəcov özü gəldi. Lentləri kəsir, demək bu muzeydə işləyir, lenti kəsir. Mən gedirəm o biri muzeyi qaydaya qoymağa. Onun lentini kəsir, mən gedirəm o biri muzeyi qaydaya qoymağa. Beləliklə, məktəbin direktoruna deyir ki, kimdir bunun yaradıcısı? Bunlar məni axtarıb tapırlar. Mən gəlirəm 10 metr məsafədən məni görən kimi deyir, bu ya. Yəni arıq, cılız, necə bu boyda işi görə bilər? Ertəsi günü məni çağırdılar rayon partiya komitəsinə. Həmin Çingiz Fərəcovun raykom katibinin qəbuluna. Ki, səni mədəniyyət şöbə müdiri verirəm. Dedim, xeyr, mən işləyə bilmərəm, yol uzaqdır. Mən 2 ildə pionerlər evində işləmişəm, çox əziyyət çəkmişəm, olmaz. Dedi, belə, nə eləyirsən, mən sənə kömək eləyəcəm, nə bilim, nə oyan buyan. Yox, mən gəldim evə. Yəni, razılıq vermədim. Ertəsi günü mənim yoldaşımı çağırdılar. Yoldaşımla bir məktəbdə işləyirdim. O yoldaşım fizika müəllimi idi. Mən də tərbiyə işləri üzrə təşkilatçı. Yoldaşımı və məktəbin direktoru Rəfi Məmmədovu çağırdı. Onlarla nəsə danışdı. Yoldaşım da demişdi ki, can yəsi odur. O razılıq versən, mən heç nə demərəm. Nə isə məni yoldan çıxartdılar, qəbul elədim. Astara rayonu üzrə 10 il mədəniyyət şöbə müdiri işlədikdən sonra xalq cəbhəsi gəldi hakimiyyətə. Elə birinci məni işdən çıxartdılar. Məni təyin elədilər bu mədəniyyət evinə öz yaratdığım xalq teatrının rejissoru. Mən burada bir neçə il işlədim. Sonra indi olan hadisələrdə yoldaşım rəhmətə getdi. Allah ölənlərinizi rəhmət eləsin. Elə oldu ki, mənim deməli pensiya təqaüd vaxtım çatdı. Elə onda mən təqaüdə getdim, amma öz işimi dayandırmadım. Burada rejissor işləmirdim. Məni demək, məktəbdən xəbər verdilər ki, məktəbimiz təmir olunur 13-cü ildə. Mənə xəbər elədilər ki, məktəbin direktoru başqa xanım işləyirdi ki, gəlsin eksponatları hara aparır, məktəb təmir olunur. Mən tez uşaqları göndərdim, gedib eksponatları gətirdilər. 200 ədəd eksponatları gətirdilər. Sonra mən yavaş-yavaş başladım. Əlimin altında çox var idi eksponat. Onları da hamısını yığdım. Özüm çertyoşçu modeler olduğuma görə əl işlərim, qurama işlərini eləyirdim. Bir 10 dəqiqə vaxtım olsa, indi bu yaşımda da maşın arxasındayam, nəsə tikirəm. Beləliklə, məktəbdə işlədiyim 200 eksponatı da bayaq yadımdan çıxdı deyim. Həm müəllimlər gətirmişdi, həm də şagirdlər gətirmişdi. Mənim özümün də evdən gətirdiklərim var idi, 200. Sonra oldu 2000 ədəd burada. 2000 ədəd məktubla müraciət olundu Mədəniyyət Nazirliyinə, oradan nümayəndələr gəldi. Elə bu, mənim kiçik oğlum, Allah rəhmət eləsin, o da ali təhsilli idi, AP Lenini qutarmışdı. Buranı təmir özü eləyib, öz əlinin işləridir. Onu bura direktor təyin elədilər muzeyə. Burada mən rejissor işləyən vaxtda oğlanlar gəlirdi, çox. İndidən uzaq, indi bir oğlan gəlmir bura. Çox, bir qız yox idi, gəlmirdilər. Mən burada Nəcib Qızlar klubu açdım, ictimai əsaslarla.
Açdım, 31 nəfər müdavimim yığıldı. Həmin 31 nəfər müdavimlə həmin əvəzsor elə davam elədi. Necə balaca şağacında yaratmışdım 3 qızla, 3 gül rəqsi, eləcə də davam elədi bu günə qədər. Elə məşqlərimiz də olur. 1, 3, 5-ci günlər məşqlərimiz olur. Bütün mənim yubileyimdə, 85 illik yubileyimdə hamısı hədiyyələr də veriblər. Bu da elə o 85 illik yubileyindir. Bayaq gördüyünüzdə həmin dövrdə işlənib. Ümumiyyətlə bütün həyatım, indi də bax görürsünüz uşaqlarım əsirlər ki, niyə axı sən bu yaşda eləmə. Deyirəm gəlin də biri gəlsin alsın bunu əlinə. Mənim hayfım gəlir də mən elə yaşamayacağam ki, birinə bunu verim. Heç biri də qəbul eləmir. Nəvələr, nəticələr, hamı uzaqdadılar. Elan da vermişik. Bir bacarıqlı, amma kətçi olsun da. Bacarıqlı, bu işi sevən. Yoxdur elə bir adam. Mənim yaralı yerim bu dəqiqə oğlanların mədəniyyətə gəlməməsidir. Çox yaralı yerimdir. Çünki adam əsər də tamaşaya qoyanda və yaxud əvəzsor folklor kollektivində çıxış eləyəndə oğlanlarla qızlar olanda daha maraqlı olur. Oğlanlar gəlmir. Balaca uşaqlar da hətta elə gözəl səhnələri var, amma ki gəlmirlər. Amma qızları yenə də analarla danışırıq, gəlirlər. Birinci mən elə bilirəm telefondur. Birinci. İkincisi nə deyim, qızları çölə buraxmırlar. Çünki gənclər özlərini yaxşı aparmırlar. Analar qorxur, qorxuya düşürlər. Mən analarla da danışıram. Qızları bura gələn kimi mən onlarla söhbət elə o demək deyil ki, gəlirəm, məşq edirəm, buraxıram. Xeyr. Başqa məsələlər də olur, danışırıq. Amma qabaqlar belə deyildi. Qabaqlar qızlar, oğlanlar, fərq nə idi? İşləyir, bütün ömrüm boyu mən işləmişəm, bütün ömrüm boyu. Elə gənclərlə işləmişəm. Amma indi o devir deyil. Mənə elə gəlir, çoxu telefondan asılıdır. Məktəblərdə də zəiflik var. Mən demirəm, yaxşı məktəb direktorları var. Məsələn, elə bizim kəndimizdə gözəl məktəbimiz var. Uşaqları göndərirlər məşğələyə. Uşaq dərsdən yayınır. Bir də görürsən, sinifdə heç kim yoxdur. Belə getsə işinə, axırımız bilmirəm necə olar. Elə uşaqlar var, o telefona öyrəşir, onu oradan qoparmaq olmur. Valideyn istəyir uşağı oxusun, təhsil alsın, gələcəkdə o da atası, anası təkin, o da işləsin, bir xeyir versin. Onlar onların gözündə görünmür. Ancaq həmin o məsələlərlə, telefonda da hansı məsələlərə baxırlar. Siz özünüz yaxşı bilirsiniz. Gənclərimiz ancaq elə, amma oxuyanlar da var. Elə bizim kəndimizdən görürsən, yüksək bal yığan da var. Mən o vaxt olsaydı, mən xalq teatrını dirçəldərdim. Yəni, mən bu yaşımdayam, mən bilmirəm ki, öz sözümü necə ifadə edeyim. Və yaxud əvəzsor folklor kollektivi dünyanı gəzib. Rumıniyadan, Moskvadan, nə bilim, Türkiyədən, neçə 2 dəfə Türkiyədə olub. Sonra Dağıstandan, ümumiyyətlə demək olar ki, xeyli xarici ölkələrdə gəziblər. Qızları etibar eləyirdilər bizə. İndi də mənə etibar eləyirlər. Məndən sonra nə olacaq? Çalışıram ki, bu muzeyi bir nəfərə verim ki, həm mən yaşım o yaş deyil də, mən indi deyim ki, həm mən işləyirəm də. Bir nəfər gərək layiqli adam gəlib bunu təhvil alsın məndən ki, bilim ki, bunun gələcəyi var, bunu qoruyan var.